Mütəxəssislər tez-tez antibiotiklərlə bağlı həyəcan təbili çalır. Bir çox problemlərin aradan qaldırılmasında bu dərman nə qədər effektiv olsa da, bəzi xəstəliklərdə əks təsir göstərir. Antibiotiklərin nə zaman və hansı dozada istifadəsi həkim tərəfindən yazılmalıdır. Lakin əksər şəxslər mütəxəssis məsləhəti olmadan gedib apteklərdən bu dərmanları alırlar. Özlərinə yaxşılıq etdiklərini düşünərkən onları gözləyən mənfi nəticələrdən xəbərsizdilər. Səhiyyə Nazirliyinin həkim eksperti Zakir Quliyev Misya TV-yə müsahibəsində deyib ki, antibiotiklərin istifadəsində son zamanlar artım müşahidə edilir. Antibiotiklər bakteriyaları öldürən dərman qruplarıdır. Bunların virus üzərinə və digər mikroorqanizmalar üzərinə təsiri yoxdur. Biz toplumda bu xəstəliklərin, infeksion xəstəliklərin çoxunun səbəbi virus mənşəli xəstəliklərdir. Biz antibiotik istifadə etdiyimizdə biz bu xəstəlikləri sağaltmırıq, əksinə sağalmasını geciktiririk və yaxud da xəstəni daha da ağırlaşdırırıq. Ona görə də həkim nəzarəti olmadan antibiotik istifadəsinə qəti şəkildə yol verilməzdir. Həkim əlavə edib ki, bəzi şəxslər böyrək funksiyalarının nə yerdə olduğunu bilmədən adı çəkilən dərmanları qəbul edir. Həmin səbəbdən mütəxəssislər dərman yazarkən öncə böyrək və qaraciyər funksiyalarına da diqqət yetirməlidir. Çünki sözügedən dərmanlar böyrək, qaraciyər çatışmazlığına gətirib çıxara bilər. Həmçinin mədə, bağırsaqda da ciddi sıxıntılar olur. Belə ki, bağırsaq florasının pozulmasını müşahidə etmək mümkündür. Antibiotiklər bakteriyalarla mübarizədə ən yaxın silahdaşımız olsa da, lakin yanlış qəbulu bu silahı bizim özümüzə yönəldir. Zərintac Mayıs qızı, Təbriz Quliyev, Misya TV.